Mən necə başa düşüm ki, mən bunu təmir eləyim, yoxsa təzəsini alım? Təmir belədir ki, məsələn, aksesuarları təmir eləməyin mənası yoxdur. Aksesuarlar xarab olursa, onu təmir edəcək, yenə ürəyici olmayacaq. Ayrı avadanlığı təmir eləmək lazım olur ki, onlar yenisinə bərabər olsun. Yəni, plata təmiri, bu keyfiyyətli təmir sayılır. Aksesuarın təmiri alınmayacaq. Pultun nəyini təmir edəcəksən? Pultdur, xarab oldu, o kömürləri yiyilib, onu hər aşkən təmizləginə yenə də xarab olacaq. Sonra qiymət məsələsinə fikir verin ki, məsələn, ucuzlu bir malı təmir elətdirib, usta pulu verib yenə də ucuzlu mal qalmaqdansa, bu üçün daha yaxşısını alın. Yəni, aşağı qiymətli malları usta tapıb düzəltdirmək həm vaxtınızı aparır, həm təmir keyfiyyəti yaxşı olmur. Aksesuardır, xarab oldu, tuğruyun getdi. Pultdur, xarab oldu, təzəsini alın. Yəni, ucuz malı təmir eləmək dəyməz.